Vətənimdir Azərbaycan, Avstriyanın paytaxtı olan Viyana şəhərindədir. Bu dəfəki veriliş Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Kompüter Proqram Təminatı Şöbəsinin müdiri, Texnik Elmləri namizədi Bəxtiyar Siracov əsr olunur. Onun keçdiyi həyat yolundan həm özü, həm də yaxın dostları danışdı. Başqa qürbət ölkədə yaşamağımız baxmayaraq, nəfəsimiz, yəni danışığımız, deməyimiz, gülməyimiz, oturmağımız, durmağımız hamısı Azərbaycanın ab-havası ilə keçir. Qürbət nədir sualının cavabı elə qürbətdəkilərdən almağa çalışdıq. Cavab bilirsiniz nə oldu? Qürbət nədir deyə soruşsalar, dostumun, yaxınımın olmadığı yerdir deyin. Qürbət nədir deyə soruşsalar, dilimdə danışan, dərdimi anlayan, sevgimi paylaşan heç kəsin olmadığı yerdir deyin. Qürbət yalnızlığın içimizdə kök saldığı, böyüdüyü, qarnımız doysa da ruhumuzun ac qaldığı, qulaqlarımızın tanış musiqi, səs eşitmədiyi, axşam başımızı yastığa qoyub səhər qaldıranda özümüzü yad hiss etdiyimiz, öləndə bastırılmaq istəmədiyimiz, bir sözlə, vətənim deyə bilmədiyimiz bir yerdir. Qürbətdə keçirdiyim bu aylar mənə də onun nə olduğunu yavaş-yavaş başa salır. Başqa qürbət ölkədə yaşamağımız baxmayaraq, nəfəsimiz, yəni danışığımız, deməyimiz, gülməyimiz, oturmağımız, durmağımız hamısı Azərbaycanın ab-havası ilə keçir. Səsimiz yenə də qürbətdən gələcək. Avstriyanın paytaxtı Viyanadan. Burada nə etdiyimizi soruşsaz, ömrünün 17 ilini burada keçirən bir həmvətənimizin sorağında olduğumuzu deyərik. O həm yerlimiz ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdə Azərbaycanı təmsil edir. Söhbət Bəxtiyar Siracovdan gedir. Bəxtiyar Tahiroğlu Siracov 1957-ci il oktyabr ayının 21-də Bakı şəhərində anadan olub. Atası Tahir Siracov Bakı Ali Partiya Məktəbində məzun olduqdan sonra bir sıra partiya təşkilatlarında işləyib. Anası Mehbari Əfəndiyeva isə Azərbaycan Dövlət Universitetini bitirdikdən sonra orta məktəbdə fizika-riyaziyyat fənləri üzrə müəllim olaraq çalışıb. Bəxtiyar Siracov 1974-cü ildə Bakının 82 saylı orta ümumi təhsil məktəbini bitirərək elə həmin ildə Azərbaycan Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Fakültəsinə daxil olub və 1979-cu ildə oranı uğurla bitirərək Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutuna göndəriş alıb. Sonra da Moskvaya, SSR Elmlər Akademiyasının hesablama mərkəzinə ezam olunan Bəxtiyar Siracov 1980-81-ci illər ərzində təkmilləşdirmə proqramı çərçivəsində hesablama mərkəzində tətbiq olunan kompüter texnologiyalarını mənimsəyərək elmi tədqiqat sahəsində fəaliyyətə başlayıb. 1982-ci ildə hesablama mərkəzinin aspiranturasına daxil olaraq professor Viktor Bryabrinin rəhbərliyi altında öz tədqiqat işlərini davam etdirib. 1986-cı ildə Viktor Bryabrinin təşəbbüsü ilə Spektr adlanan layihəyə işə cəlb olunub. 1990-cı ildə Moskvada namizədli işini müvəffəqiyyətlə müdafiə edən Bəxtiyar Siracov SSR Ali Attestasiya Komitəsi tərəfindən fizika-riyaziyyat elmləri namizədi dərəcəsinə layiq görülüb. 1992-ci ildən Bəxtiyar Siracovun həyatı Avstriya ilə bağlanıb. 1995-ci ildə İNET firmasında çalışan alim həmin ildən bu günədək Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdə işləyir. Bəxtiyar Siracov müvəffəqiyyətli fəaliyyətinə görə 2005-ci ildə agentlik tərəfindən Nobel sülh mükafatına layiq görülən yeganə Azərbaycanlıdır. Ailəlidir, 2 övladı var. Böyük oğlu Eldar Siracov Viyana Texnologiya, kiçik oğlu Elşən Siracov isə London Royal Holloway Universitetlərinin kompüter sistemləri ixtisası üzrə bitirib. Eldar öz ixtisası üzrə Viyanada fəaliyyət göstərsə də, Elşən hazırda hərbi xidmətdədir. Mən 1957-ci il oktyabrın 21-də Bakıda doğulmuşam. Orta məktəbi də Bakıda bitirmişəm. 1974-cü ildə Bakı Dövlət Universitetinə Tətbiqi Riyaziyyat Fakültəsinə daxil olmuşam. 5 il orada təhsil alandan sonra riyaziyyatçı diplomu ilə
Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutuna təyinat almışam və 1979-cu ilin sentyabr ayından Kibernetika İnstitutunda çalışmağa başlamışam. İllərdir vətəndən, sevdiklərindən, torpağının qoxusundan, qısacası gözəl olan hər şeydən uzaqdadır. Uşaqlığının ən gözəl çağı Azərbaycanda, Bakının dar və gözəl küçələrində keçib. Təhsili olan marağı onu vətəndən uzaq salıb. Hər şeydən əvvəl insanlığından danışmaq istəyirəm. Mən onu 18 ildən artıqdır ki tanıyıram. O, həmin dəqiqə yüksək keyfiyyətləri ilə mənim diqqətimi çəkdi. Çox sakit və mülayim insandır. Ümumiyyətlə, çox nadir halda enerjili insanlar həm də sakit olurlar. Bax, o çox düzgün insandır. Xatırlamıram ki, mən nə vaxtsa ondan bir şey xahiş edim. O da imtina etsin. Bu xüsusiyyətlərinə görə tanış olduğumuz gündən həm də dost olduq. Onun peşəkarlığına gəlincə isə bu haqda çox yüksək fikirlər söyləyə bilərəm. O çox zəhmətkeşdir, çox işləyir, çox az danışır, onda da qəti danışır. Bəxtiyar müəllim bu gününə görə valideynlərinə minnətdardır. Ali təhsilli valideynləri onun ən ciddi və tələbkar müəllimləri olub və bütün sonraki uğurlarının təməlini qoyublar. Öz həmvətənlərimə buradan mənim dərin məhəbbətimi yetirəm. Öz dostlarıma, öz müəllimlərimə, öz qohumlarıma, yaxınlarıma hamısına öz minnətdarlığımı çatdıram ki, yəni bu mövqeyə gəlib çıxmağımda əlbəttə hamısının müstəsna rolu olubdur. Heç birinin xidmətini artırmaq, kiçiltmək istəmirəm. Hamısının, hər bir adamın, mənim orta məktəb müəllimdən tutmuş, valideynlərindən tutmuş, ta universitetdə oxuduğum zaman bütün professor müəllim heyətinin, aspiranturada oxuduğum zaman elmi rəhbərimin və oradakı laboratoriyadakı əməkdaşların, Kibernetika İnstitutunda işgəndə bizim hörmətli direktorumuz Cəlal Allahverdiyev, ondan sonra Telman müəllim Əliyevin zəhmətlərini həmişə mən necə deyirlər, qiymətləndirirəm və onlara öz minnətdarlığımı bildirirəm. Biz oraya işə düzələndə mənim yoldaşlarımla bərabər, o universitetin məzunları ilə bərabər bizim bəxtimiz, şansımız onda gətirdi ki, həmən zaman Kibernetika İnstitutunda yeni işə qəbul olunan gənc mütəxəssisləri ixtisasını artırmaq üçün Moskvaya və Sovet İttifaqının başqa şəhərlərinə, o mötəbər elm ocaqlarına, akademiyaya və yaxud universitetlərə göndərilir. Mənim də bəxtimdən bu imkan mənə də nəsib oldu və həmin ilin 79-cu ilin dekabrından mən Moskvaya gəldim. Moskvada SSR Elmlər Akademiyasının hesablama mərkəzində ixtisas artırma proqramı ilə çalışmağa başladım. Orada bizə həm o zaman üçün mövcud olan yeni hesablama texnologiyaları haqqında həm dərslər keçirilirdi, həm praktik məşğələlər keçirilirdi. Ondan başqa biz ictimai elmləri öyrənirdik. Qismət elə gətirdi ki, müdafiə eləməmişdən qabaq bizi Moskvadan SSR Elmlər Akademiyasının mənim rəhbərimin tövsiyəsi ilə Çexoslovakiyaya ezam elədilər. Bir ildə orada işləməyə göndərdilər. O da 87-ci ilin avqustundan 88-ci ilin avqustuna qədər davam elədi. Bakı şəhərindəki 82 nömrəli məktəbin partası arxasında başlayan həyat Azərbaycan Dövlət Universitetindən
və Kibernetika İnstitutundan keçib. 1990-cı ildə Moskvada namizədlik işini uğurla müdafiə edən Bəxtiyar Sirajov fizika riyaziyyat elmləri namizədi alimlik dərəcəsinə layiq görülüb. 1990-cı ildə mən elmi işimi, yəni öncədən təqdim elədiyim elmi şura ilə, yəni rabitəni təzədən bərpa elədim və məni dəvət elədilər Moskvaya ki, o elmi işimi müdafiə edeyim elmi şurada və 1990-cı ildə bu iş baş tutdu. Mart ayı idi. Martda yəni SSR Elmlər Akademiyasının Hesablama Mərkəzində elmi şura qarşısında işimi təqdim elədim və mayda artıq mən elmi dərəcəmin təsdiq olunma haqqında sənədi aldım. Fizika riyaziyyat elmləri namizədi dərəcəsini təsdiq edilən sənədimi aldım. Bəxtiyar bizim ən yaxın dostumuzdur. Bizim onunla ortaq nöqtəmiz var. Belə ki, həm onun, həm də mənim həyat yoldaşım Qırğızstanlıdır. Mən ona heyranlıq hissi duyuram. Çünki o Viyanadakı təşkilatda informatika mütəxəssisinə çevrilib. O yalnız texnik deyil, musiqiçidir ki, bu da ona böyük üstünlük qazandırır. O, xaricdə yaşadığına görə onun müxtəlif xarici mühitə uyğunlaşma şansı var. Onun həm Azeri ailəsi ilə əlaqəsi var. Bununla belə burada, Viyanada xarici dostları var ki, Viyanada yaşadığı mühitdə bu cür xarici mühitə inteqrasiyanı genişləndirir. Mən oğlanlar hər ikisini də çox istəyirəm. Xüsusilə də kiçik oğlunu. O, İngiltərədə təhsil alır. Bir neçə dil bilməklə bərabər informatikanı da yaxşı bilir. Mənim fikrimcə, onun gələcəkdə yaxşı karyerası olacaq. Yeni nəslin qarşısına belə bir çətinlik çıxa bilər ki, onlar xarici ölkədə ikən özlərini evdəki kimi hiss etmənin öhdəsindən gəlməlidirlər. Həmçinin onlar orada qarşılaşdıqları dəyərli insanlarla əlaqəsi zamanı beynəlxalq əlaqədən bəhrələnməli və indiki dövrümüzdə çox vacib sayılan bu əlaqələri inkişaf etdirməlidirlər. 1992-ci ildən Bəxtiyar Sirajovun taleyi Avstriya ilə bağlıdır. Orada bir sıra şirkətlərdə çalışan Bəxtiyar müəllim 1995-ci ildən atom enerjisi üzrə beynəlxalq agentlikdə çalışmağa başlayır və vəqiətli fəaliyyətinə görə agentliyin rəhbərliyi tərəfindən bir sıra mükafatlara layiq görülən həmvətənimiz Nobel sülh mükafatını almaq şərəfinə nail olmuş yeganə Azərbaycanlı kimi tarixə düşüb. Mənim o Moskvadakı rəhbərim Viktor Brabri, mən ona da çox böyük minnətdarlığım var. Onun rəhbərliyi altında mən informatika elminin incəliklərinə, dərinliklərinə yiyələnməyə çalışmışam və o hər zaman bizim bu istiqamətdə yönəldibdir. O məni Viyanaya dəvət etdi 92-ci ildə. O özü o zaman MAQATE-də çalışırdı və məni və başqa aspirantlarını dəvət elədi bura. Biz də onunla bərabər burada müəyyən proyektlər üzərində işləməyə başladıq. Ben yaklaşık 15 yıldır Atom Enerji Kurumu'nda çalışıyorum. İlk başladığım dönemlerde 90'ların sonunda bizim Safeguards'ta başladığımda Bahtiyar'ı tanıdım. İlk tanışmamız Bəxtiyar Sirajov, ilk ismi Türkçe gibi, soyad Rusça, İngilizce konuştuk. Sonra Bahtiyar benimle Türkçe konuşmaya başladı. Güzel de Türkçe konuşuyor. İstanbul'da kalmış biraz. İlk tanışmamız öyle oldu. Sonra ajansta beraber, ben ajans derken Atom Enerji Kurumu'na biz ajans diyoruz burada. O yüzden Bahtiyar'la beraber bilgisayar projeleri yaptık. Bizim inspektörleri biz ülkelere gönderiyoruz kontrole. Onların kullanabilecekleri software'leri beraber geliştirdik. Sonra onları başka bölümlere taşıdık. Ben tabii ilk başladıktan 2 yıl sonra başka bir ülkeye göreve gittim. Paris'e gittim. Bahtiyar burada kaldı. Hem de başarılı da oldu, işinden ilerledi. İlk başladığı software developer olarak başlamıştı. Şimdi bir bölümün de başına geçti. O konuda çok da gurur duyuyoruz. Birisinin Türkçe konuşması, Azeri bir kardeşimizin de böyle bir yere gelmesi sevindirici. Ben 3 yıl Paris'ten kalıp geri döndükten sonra Bahtiyar'ı beklemiyordum. Geldim. Bahtiyar hala burada. Sevindim tabii ki. Ondan beri de beraber projeler yapıyoruz. Projelerimizin yoğunluğu inspektörler için. Bahtiyar o konuda da en iyi eğitilmiş, en iyi projeleri yapan kişilerden biri. Hatta o yüzden de bir gurur duyduğumuz bir ödülü de var. Bahtiyar'la tanışmamız böyle. Bir 3 yıl təqribən bu mənim geçmiş elmi rəhbərim Viktor Brebrinin himayəsi ilə bu projelər üzərində işləyəndən sonra mən
bəxtimi sınamaq üçün MAQATE-yə ərizə verdim ki, bura işə daxil olam və necə deyirlər, qismət imiş 1995-ci ilin may ayında mən o zaman Bakıda idim, mənə zəng vurdular, dedilər ki, bəs sizi işə qəbul etmişik və iyun ayından artıq mən Viyanaya yenidən döndüm və burada MAQATE-də işləməyə başladım. Yəni 1995-ci il iyun ayından indi bir neçə aydan sonra artıq 17 il olacaq ki, mən burada işləyirəm. Mən özüm Avstriyanın paytaxtında Viyana Milli Opera Teatrının solistiyəm. Neçə illərdir burada çalışıram. 10 ildən çoxdur ki, Bəxtiyar Siracov ilə tanışam. O, çox gözəl insandan deyərdim ki, o əla dost, çox gözəl ailə başçısı və ən əsası çox səmimi insandır. Sözün düzü, burada Avstriyada mənim heç vaxt Azərbaycanlı dostum olmayıb. Amma onunla tanış olduqdan sonra mən başa düşdüm ki, Azərbaycanlı dostu olan insan doğrudan da xoşbəxtdir. Çünki o, həmişə bizim ailəmizə çox yaxın olub. Həm çətin, həm yaxşı günümüzdə ətrafımızda olub, bizə dəstək olub. Onun mənə elədiyi yaxşılıqları mən heç vaxt unutmaram. Bizim təşkilatın dünyada sülhün təmin olunmasında əvəzsiz rolu var və bu rol da 2005-ci ildə bizim təşkilata Nobel sülh mükafatı verilməsi ilə qeyd olunubdur. Beynəlxalq Nobel Komitəsi bizim işimizi yüksək qiymətləndirir və təşkilata Nobel sülh mükafatı verilməsi haqqında qərar verir. Və o zaman üçün bizim təşkilatda işləyən bütün əməkdaşlar elə bir ki, bu mükafatı paylaşıblar. Yəni, böyük bir siyahıdır. Hamı bu prosesdə, yəni bu sülhə xidmət prosesində zəhmət çəkib, xidmət göstəribdir və dünya səviyyəsində də bu xidmət, bu zəhmət qiymətləndirilib, mükafatlandırılıb və dediyim kimi 2005-ci ildə Nobel sülh mükafatı verilib bizim təşkilata ki, bununla biz çox fəxr edirik. Mən də fəxr edirəm ki, bir Azərbaycan vətəndaşı kimi mən də bu adamların içərisindəyəm, bu həmkarlarımın içərisindəyəm və Azərbaycanın adı çəkilməsi ki, dünyada sülhə xidmət edən bir təşkilatda onun nümayəndəsinin olması çox böyük bir mənim üçün qürur hissi gətirir, böyük fəxr hissi gətirir. Ürəyində qəribə bir duyğu köklənirsə, diqqətin uzaqlara gedib gözlərin yol çəkirsə, deməli, hardasa uzaqlarda bir yer yadıma düşüb. Bəxtiyar müəllimin də gözləri çox tez-tez yol çəkir, vətən yolunu. Çünki 17 il az vaxt deyil. 2-3 ildən bir bura qayıda bilərsə, o günlərin də bir dəqiqəsini belə boş keçirmir. Ayağını basdığı torpaq, havasını udduğu diyar da ona doğma gəlir. Çünki o bu torpağın övladıdır. Baxmayaraq ki, qürbət ölkədir, vətəndən biraz uzaqdır, amma vətənlə bağlılığımız daim var burada. Bizim səfirliyimiz, burada yaradılmış Azərbaycan dərnəkləri, mədəni dərnəklərimiz var bir neçədən. Onlar bizə vətəndən uzaq olmağımızı hiss elətdirmir. Yəni biz tez-tez müəyyən tədbirlər keçiririk, mədəni tədbirlər, müəyyən konsert proqramları olur, ya bədii gecələr olur. Azərbaycandan bura qonaqlar gəlir, müəyyən konsert proqramları olur, görkəmli sənətkarlarımız burada olur. Demək istəyirəm ki, yəni
həyatımız hər tərəflidir. Yalnız işlə, ofislə bağlı deyil. İşdən sonra həftə axırları dostlarımızla, mədəni cəmiyyətlərdə çalışan yoldaşlarımızla görüşürük, Azərbaycanla bağlı məsələləri müzakirə edirik. 2 ildən bir dəfə də imkanımız olur, 2 ildən bir dəfə də Azərbaycana səyahət edirik, qohumlarımızı, dostlarımızı görürük və orada bu dəyişiklikləri öz gözlərimizlə görürük ki, yəni 2 il bundan qabaq gördüyüm Bakı ilə indikinin arasında yerlə göy qədər fərq var. Məsələn, mən keçən illər Bakıya getdim, elə aeroportda enəndə o təzə tikilmiş avtomobil yolunu görəndə doğrudan qürur hissi mənə bürüdü ki, yəni bizim ölkəmiz, bizim vətəndaşlarımız, bizim mütəxəssislərimiz belə bir şəraiti yarada bilirlər. Yad bir ölkədə başımızın üzərində dalğalanan bayrağımızı görməkdən qürur verici nə olar sizcə? Həqiqətən, ürəyimizin necə fərəhləndiyini dilə gətirə bilmərik. Söhbətimizə biraz ara verib, Bəxtiyar müəllimlə agentliyi dolaşmaq qərarına gəldik. Həmvətənlimiz də dünyada məşhur olan bu agentlik və bizim buradakı fəaliyyətimiz haqqında bizi məlumatlandırdı. Bura Birləşmiş Millətlər Təşkilatının bir hissəsidir. Burada bir neçə təşkilat yerləşir. Bunlardan biri bu binadadır. Deməli, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, MAGATE. Bu tərəfdə də UNIDA-dır. Yəni, inkişaf eləməkdə olan ölkələrə yardım təşkilatıdır. Bir neçə başqa təşkilatlar da var. Yəni, biz Birləşmiş Millətlər Təşkilatının içərisində əslində müstəqil təşkilatlarıq. Yəni, hər bir təşkilatın özünün nizamnaməsi var. Hər bir təşkilatın özünün üzvləri var, yəni ölkələr burada üzv olurlar və bu nizamnamə əsasında da proqramlar yerinə yetirilir. Bir neçə vacib proqramlar var. Atom silahlarının yayılmasının qarşısını almaq və yaxud atom enerjisi sayəsində ölkələrə yardım, texniki yardım göstərmək, həm elmi cəhətdən, həm praktiki cəhətdən ölkələrin məsəl üçün, nüvə enerjisinə ehtiyacı olan ölkələrdə atom stansiyalarının qurulmasında, onların işə salınmasında bu cür yardımlar görülür. Xoşbəxtlik mənə nəsib olub bu idarədə çalışan Azərbaycanın az qala yeganə nümayəndəsi kimi burada. Az qala yox, yeganə. Burada gördüyünüz, demək, bu dairədə bu Atom Enerjisi İdarəsinə üzv olan ölkələrin bayraqları dalğalanır. Onlardan da biri bizim Azərbaycanın bayrağıdır.
Mən özüm şahid olmuşdum, yəni bu imzalama mərasimində. Onda bizim mərhum prezidentimiz Heydər Əliyev gəlmişdi şəxsən bura və danışıqlar aparıldı. Bizim nümayəndə heyəti Heydər Əliyev başda olmaqla, MAQATE-nin rəhbərliyi ilə və rəsmi şəkildə o müqavilə imzalandı Azərbaycanın MAQATE-yə üzv olması haqqında. Bəxtiyar Siracov 1956-cı ildə təsis edilən Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdə çalışan yeganə Azərbaycanlıdır. Həmsöhbətimiz vətəndaşlarımızdan heç kimin orada işləmək istəməməsinə və ya buna çalışmamasına təəssüfləndiyini bildirdi. Çox böyük uğurlara imza atan Azərbaycanın burada az təmsil olunmasından narahatlığını da dilə gətirdi. Bir şey əlbəttə təəssüf doğurur ki, Azərbaycandan bu idarəyə gəlmək istəyən elə bil ki, yoxdur ya, var, görünmürlər. Hər halda bu neçə il, mən artıq 17 ildir burada çalışıram. Məsələn, mən görməmişəm ki, Azərbaycandan bura ərizə verib işləməyə gələnlər olsun. Burada böyük imkanlar var və çox yaxşı olardı ki, əlbəttə bizim həmvətənlər bu imkandan istifadə edib, gəlib burada Azərbaycanı təmsil edərdilər. Bahtiyar olarak iş yerindeki konuşmalarımız olduğunda birisini dinlerken Bahtiyar gibi dinle diye söyleriz arkadaşlar. Çünkü Bahtiyar toplantılarda da konuyu iyice dinleyip kafasındaki fikir oluşturduktan sonra çok güzel bir yorumla olaya kendi görüşünü katıyor. O yüzden birisi söylediğinde Bahtiyar gibi dinle, ondan sonra yorumunu yap diyoruz öyle. Ayrıca Bahtiyar'ın bir de yönü var. Hani böyle biraz toparlayıcı yönü de var. Hani olduğunda insanları bir araya getirme ve onların fikirlerini de bir proje şeklinde öne çıkarma yönü çok iyi. Çalıştığı grubun arkadaşları tarafından çok saygı duyulan birisi. Çünkü Bahtiyar insanların yaptıkları işi de sürekli yapabiliyor. Yani gösterebiliyor insanlara. Bakın bu işi iyi yapan insanlar var. Hatırlıyorum. Bundan önce Bahtiyar'ın grubunda çalışan bir Hindistanlı arkadaşımız vardı. O Hindistan'a döndüğünde onun için bir parti yapıldı böyle. Gittik. Yani o arkadaşımız, Hintli arkadaşımız Bahtiyar'ın grubundan ayrılacağı için bayağı üzüntülüydü, gözyaşları döktü. Yani öyle çok sevilen bir arkadaşımız Bahtiyar organizasyonda. Bu bizim idarəyə girişdi, bizim təşkilata girişdi. Beynəlxalq Atom Enerjisi İdarəsi və ən maraqlı gözə gələn, yəni qiymətli bir şeylərdən biri bizim burada stendimizdir ki, 2005-ci ildə sülh mükafatı, beynəlxalq sülh, Nobel sülh mükafatına layiq görülüb bizim təşkilat. Beynəlxalq sülhə xidmətlərinə görə bizim keçmiş rəhbərimiz, idarənin, təşkilatın direktoru Əlbərəda cənabları bu mükafata layiq görülmüşdü və o zaman həmən dövr üçün burada işləyən bütün əməkdaşlar bunu elə bir ki paylaşmışdı və bu gördüyünüz bu sertifikat həmin o Nobel mükafatının sertifikatıdır bizim təşkilata verilən və arxa planda da bu xırda hərflərlə yazılanlar bu o zaman üçün burada işləyən adamların adlarıdır ki bu mükafatı paylaşırlar. Mənim də adım var burada, amma çox xırda yazılıbdır, bunu görmək burada biraz çətin, amma mənim özümün də ayrıca belə bir sertifikatım var. Vətənə bağlılığını Azərbaycanlıların qan bağlılığı ilə əlaqələndirən Bəxtiyar müəllim
Onun kimi xarici ölkələrdə yaşayan soydaşlarımızın da vətən haqqında məlumatı yalnız televiziya vasitəsilə aldığını dedi. İşlərindən qalan boş vaxtlarda televiziya önünə keçib yerli telekanalları nəzərdən keçirdiyini deyən həmyerlimiz bizimlə sevinib, bizimlə birgə kədərləndiyini də xüsusilə vurğuladı. Vətənə bağlılıq necə deyirlər, bizim qanımızdadır, bizim canımızdadır. Bu bizim doğulduğumuz gündən valideynlərimizin tərbiyəsi ilə, bizə verdiyi tərbiyə ilə, elmlə qanımıza keçib, qanımıza hopub və onu heç vaxt əldən vermirik. Yəni, hara geçir, harada olsaq elə Azərbaycan bizim həmişə ürəyimizdədir, qəlbimizdədir. Mən hətta baxmayaraq ki, 17 ildir buradayam, burada çalışıram, heç vətəndaşlığımı da dəyişməmişəm, belə öz pasportumu saxlamışam və bundan da fəxr edirəm. Он знает, что для чего нужно. O nəyin nə üçün lazım olduğunu çox yaxşı bilir. Ona görə də bütün işlər ona asan gəlir. Qərar verir və asanlıqla da nəticə əldə edir. Buna görə də öz sahəsində çox sürətlə inkişaf edir və agentliyin ən yaxşı nümayəndələrindən biri olur. Bir sözlə, siz öz həmyerlinizlə fəxr edə bilərsiniz. То есть вы можете гордиться своим земляком. Azərbaycana bizi çox bağlayan əlbəttə bizim istəyimiz, məhəbbətimizdir. Ondan başqa da texniki vasitələrdir. Yəni burada indi artıq internetin gücü ilə, televiziya satelitlərinin vasitəsilə biz Azərbaycanda gedən hadisələri izləyə bilirik. Məsələn, mən evimdə satelit antenası qoşmuşam və Azərbaycanın 3-4 kanalını tuta bilirəm və daim də onları izləyirəm. Həm xəbərlərinə diqqət edirəm, həm musiqili, bədii, ədəbi verilişlərini izləyirəm və doğrudan da adamda qürur hissi yaranır. Bu, Azərbaycanda son illərdə baş verən inkişafı görəndə. Mən, məsəl üçün, o verilişlərə böyük zövqlə, ləzzətlə tamaşa edirəm ki, orada, məsələn, göstərir ki, bizim prezidentimiz müəyyən bir diaqnostik, məsəl üçün, tibbi mərkəz açır, ya olimpiya komplekslər açır, ya müəyyən iş yerləri açılır, zavodlar, fabriklər, infrastruktur obyektləri tikilir. Mənim, məsəl üçün, həqiqətən fərah hissi gətirir, sevinç hissi gətirir ki, Azərbaycanımız belə bir inkişaf səviyyəsinə nail olubdur. Mən indi, məsələn, çox böyük səbirsizliklə gözləyirəm ki, səhv eləmirəmsə, bu ilin axırında Azərbaycanın süni peyki kosmosa göndəriləcək. Onu harada, məsələn, imkan olsa yoldaşlarımın arasında ya bu xarici həmkarlarının arasında söhbət düşəndə bunu böyük fəxrlə deyirəm. Yəni, Azərbaycan kimi çox da böyük olmayan bir dövlət üçün kosmosa 2 dənə süni peyk göndərmək, rabitə sistemlərinin qurulması, internetin, telefon şəbəkələrinin inkişaf elətdirilməsi doğrudan da böyük bir fərah hissi, qürur hissi gətirir. Arzu edirəm ki, Bəxtiyar buradakı həyatından zövq alsın və həmçinin arzu edirəm ki, öz vətəninə, evinə, Bakıya qayıtsın və olduğu hər məkandan zövq almağını diləyirəm. Mən səmimi qəlbdən deyərdim ki, mən fəxr edirəm ki, mənim burada Avropanın paytaxtı sayılan və öz vətənindən çox-çox uzaqda yaşayan dostum və qardaşım Bəxtiyar Siracov var. Ona can sağlığı və uzun ömür arzu edirəm. Biz indi Viyananın ən gözəl istirahət məkanlarından birində, bu yerin adı Dunay Parkdır. Dunay çayının sahilində yerləşir. Böyük bir istirahət mərkəzidir. Burada müəyyən idman tədbirləri keçirilir, mədəni tədbirlər keçirilir. Burada səhnə var, o səhnədə müxtəlif auditoriyalar üçün uşaqdan tutmuş böyüyə qədər müxtəlif konsert proqramları təşkil olunur. İdman yarışları keçirilir, golf meydanı var, voleybol meydanı, tenis meydançaları, futbol, hər şey demək burada təşkil olunub. Hətta burada dəmir yol da var. İndi fikir versiniz, görəcəksiniz ki, indi uşaqları park içərisində səyahətə çıxardırlar. O balaca qatarlar var onlarla. Və bu parkın ən, necə deyilir, möhtəşəm abidələrindən biri bizim görkəmli bəstəkarımız Üzeyir Hacıbəyevin heykəlidir. Bizim hörmətli
memarımız Ömər Eldarovun yaradıcılığının bəhrəsidir. 2006-cı ildə mayda açılıbdır bu. Həmin açılış günü biz burada iştirak etmişdik və böyük bir fəxr hissi ilə bu heykəlin açılmasında biz iştirak etmişdik. Viyanada Azərbaycan mədəniyyətinin, musiqisinin, incəsənətin tanınılmasında mən deyirdim ki, bizim dövlətimizin verdiyi töhfələrdən biridir. Yəni, burada, məsələn, biz parka tez-tez gəlirik, görürük ki, yerli əhali bu heykəlin yanından keçəndə bir ayaq saxlayıb buna tamaşa edir və burada Üzeyir Hacıbəyev haqqında yazılmış məlumatı oxuyur ki, Şuşada doğulub, Azərbaycanda opera sənətinin əsasını qoyub, Azərbaycan klassik musiqisinin əsasını qoyun. O dəqiqə Azərbaycan haqqında müəyyən bir təsəvvür yaranır və bizə böyük bir, necə deyirlər, qürur hissi gətirir bu. Alim Qasımov gəlmişdi bura. Çox böyük hörmətim var bizim sənətkarımıza. Getmişdik onun konsertinə. Bu Viyananın çox böyük, gözəl bir saraylarından birində konsert təşkil olunmuşdu. Dostlarımızla getmişdik. Alim müəllim səhnədə o muğamı ifa etdiyi, o musiqiləri ifa etdiyi üçün salondakı adamlar doğrudan da valeh olurdular. Yəni, bilirsiniz ona belə musiqi Avropada ya dünyanın başqa yerlərində çox az rast gəlinir. Məsələn, mənim o mənə gələn dostlarımız deyir ki, bu sizindir, bu musiqidir, 2000 il, 3 il bundan qabaqki mədəniyyətlərdən xəbər verir. Yəni, o qədər qədimdir bu musiqi, o qədər zəngin bir musiqidir ki, mən deyir özümü, məsəl üçün, elə bir ki, tarixdə 2000 il bundan qabağa aparır mənim. Bu, məndə belə bir təəssürat yəni. Sonra, məsələn, orada biz Avstriyalılar oturub tamaşa edirlər. Çox maraqlıdır, bizim yoldaşlardan biri deyir ki, o Avstriyalı, o tamaşaçı deyir ki, indi Alim müəllim burada bir zəngülə vuracaq. Biz belə, yəni, mat qaldıq, məhtəl qaldıq ki, yəni, artıq bu, o Alim müəllim repertuarına bələddir. Onu öyrənib də əvvəlcədən, yəni, CD-ləri vasitəsilə ya musiqilərinə başqa yoluna qulaq asmaq vasitəsilə və bilir ki, harada, məsəl üçün, hansı zəngülələr vurulacaq, bu musiqi parçası nə cür ifa olunacaq. Və doğrudan fəxrləməli bir şeydir ki, Avropada Viyana kimi bir yerdə, bura dünyanın musiqi mərkəzlərindən biri sayılır. Bizim qədim musiqimizə belə bir maraq var, ehtiram var ki, adamlar qiymətləndirirlər bunu. Mən Bəxtiyarla Moskvada aspirantura oxumaq üçün bizim universitetə gələndə tanış olmuşam. Həmin gündən o özünü peşəkar proqramçı kimi təqdim etdi. Ona görə də gözəl nəticələr əldə etdi və elmlər namizədi adına layiq görüldü. Mən sonra Atom Enerjisi üzrə beynəlxalq agentlikdə çalışmaq üçün Viyanaya getdim. Bir müddət orada işlədikdən sonra bizim müqaviləmiz bitdi. Amma mən yenə də fəaliyyətimi orada davam etdirmək qərarına gəldim. Bunun üçün mənə peşəkar proqramçılar lazım idi. O zamanlar Bəxtiyar Siracov yenicə müdafiə edib elmlər namizədi adını almışdı. Mən onu Viyanaya dəvət etdim və biz birlikdə işləməyə başladıq. Əlbəttə ki, o, orada işləyənlər arasında öz peşəkarlığı ilə fərqlənirdi. Bu fəaliyyətinə görə Bəxtiyarı agentliklər daimi işə qəbul etdilər. Mən sonra Amerikaya getdim. Bəxtiyar isə işini agentliklə davam etdirdi. Eşitdim ki, o vəzifəsində də irəliləyib. Çox hörmətli insandır. Mən onun haqqında ancaq yaxşı sözlər deyə bilərəm. Onun ailəsini də tanıyıram. Gözəl həyat yoldaşı, istedadlı övladları var. Bəxtiyar isə dostlarının və həmkarlarının hörmət etdiyi çox mülayim insandır. Ona görə də mən deyə bilərəm ki, hər kəs onu sevir və hörmət edir. Öz işinin peşəkarı, yaxşı dostdur. Biz təkcə işdə deyil, işdən sonra da tez-tez görüşür, söhbətləşirik. Mən Azərbaycanı Bəxtiyarın sayəsində tanıyıram. Mənim oğlum da bir neçə müddət bundan əvvəl Bakıda olub. Onda da Bəxtiyarın köməkliyi ilə ora gedib. Bəxtiyara can sağlığı arzulayıram. İki oğul atası olan Bəxtiyar müəllimin həyat yoldaşı Mira xanım da türkoloqdur. Milliyyətcə qırğız olan Mira xanım özü də Atom Enerjisi üzrə beynəlxalq agentliyin nəzdində fəaliyyət göstərən Qadınlar Təşkilatının üzvüdür. Bu Qadınlar Təşkilatı müxtəlif ölkələrdə yaşayan uşaqlara yüksək keyfiyyətli təhsil və tibbi xidmət almaq imkanları yaratmaq üçün xeyriyyəçilik fəaliyyəti ilə məşğuldur. Mən Bəxtiyar Siracovun həyat yoldaşıyam.
Biz Moskvada aspiranturada oxuyanda tanış olduq və də orada da evləndik. Allah'tan 2 tane oğlumuz oldu. Biri Moskvada, ikincisi de Bratislava'da. Ben aslında çok hoşbaxt bir insanım ki bu cür ailem var, bu cür hayat yoldaşım var. Ben aslında yoldaşımdan bütün Azərbaycan millətinin yaxşılığın, gözəlliyin, bu cür gözəl musiqisinə aşıq oldum deyə bilərəm. Təbii ki, bunu bütün dünyada adamlar, hər adamın özünün bir səliqəsi olur. Amma mən də oradan çox xoşum gəlirdi. Bu dil, musiqi, insanlar. Bakıda da biz 8 il yaşadık. Mən onu tarifləsəm bir həyat yoldaşı kimi də və də bir insan kimi də bir çox gözəl insan tanıyıram. Sağ olsun ki, ana atasına ki, bu cür çox gözəl bir uşaq böyüdüblər. Hər tərəfdən çox səliqəli, səmimi, çox tərbiyəli, çox içərisi dünyası geniş bir insandır. Və də onu tanıdığıma görə də mən elə gəl, bütün millət bu cürdülər. Mən Qırğızstanda ailədən olum, Qırğız ailəsindənəm, Qırğızam, anam, atam ikisi də Qırğızdılar. Biz 9 bacı qardaşıq, mən bacıların kiçiyisi mənəm. Hamımız oxumuş, hamı öz ailələrlə xoşbaxtdılar. Mən çox sevinirəm ki, bizim vətənimiz inkişaf edir, ekonomik cəhətdən. Yəni, çox demək olar ki, qabağa gedib, axırıncı illərdə o Sovet İttifaqı dağılandan sonra o çox çətin vaxtlar idi, biz də özümüzdə görmüşdük, onda işsizlik çox idi, yaşamaq çətin idi, amma indi yavaş-yavaş düzəlir. Eurovision kontestində görəndə ki, Azərbaycan udandı, o da çox belə müsbət bir şeydir. Buradakı bizim Avropalı dostlarımız bizə zəng vurdular, o dəqiqə dedilər ki, təbrik edirik ki, sizin ölkəniz bu kontesti udub. Atamız və anamız böyük bir vətənpərvərlik göstərirlər. Bəlkə də bu vətənpərvərlik burada yad bir yerdə yaşadığımıza görə daha çox güclənib və biz onlarla sıx əlaqə saxladığımıza görə hər gün bir yerdə axşam yeməyimizi yeməklə, günümüzün necə keçdiyimizi müzakirə eləyərək həmişə öz vətənimizi yadımıza salırıq və bütün bu danışıqlar, çox dərin danışıqlar bəzən demək olar ki, hamısı Azərbaycan dilində olduğuna görə də demək olar ki, biraz bir standart saxlaya bilmişik, biraz bir səviyyə saxlaya bilmişik. Azərbaycanlılara xas qonaqpərvərlik dünyanın harasında olursa olsun mütləq özünü göstərməlidir. Bəxtiyar müəllim də bizi evinə qonaq etdi. Amma bu qapı yalnız bizim üzümüzə deyil, Viyanada yaşayan çoxsaylı yerli və xarici vətəndaşların da üzünə açılıb. Çünki o Azərbaycanlıdır. Çünki dünyanın harasında olursansa ol, hər kəs bizim qonaqpərvərliyimizə şahid olmalıdır. Ümid edirəm ki, sizin son səfərinizdir Viyanaya. Bundan sonra inşallah yenə də gələndə bizi yad edib evimizə təşrif gətirir. Gözünüzdə yeriniz var. Çox xoş gələrsiniz. Həmişə də sevinərik. Həmişə sizinlə süfrəmizi paylaşarıq, fikirlərimizi paylaşarıq, uğurlarımızı paylaşarıq. Hər proqramda olduğu kimi, bu verilişimiz də çox xoş xatirələrlə yaddaşımıza yazıldı. Bu proqramdan sonra biraz da fəxr etdik. Fəxr etdik ki, dünyada Bəxtiyar Sirajov kimi vətənimdir Azərbaycan deyən həmvətənlərimiz var. Azərbaycan vətəndaşı olmağına fəxr edirəm və bilirəm ki, Azərbaycan bir gün elə bir dövlətə çevriləcək, elə bir məmləkətə çevriləcək ki, dünyanın qalan yerlərindən, Avropadan, Amerikadan, başqa kontinentlərdən beyinlər artıq ora axmağa başlayacaq. Bir neçə il bundan qabaq Azərbaycan deyəndə çox adam təqribən təsəvvür eləyirdi Azərbaycan haradır, nədir, amma indi çox adam bilir, heç özümüzü qürbətdə hiss eləmirik burada. İşimiz buradadır,
Canımız, qəlbimiz, arzumuz, diləyimiz, istəyimiz, məhəbbətimiz hamısı Azərbaycanla bağlıdır.